Başa düşmürəm, bunlar elm qabağında belə çəkinərsiniz, bəli. Uca Rəbbimizin kəlamın qabağında. Özünüz tək canlarınızda şir pələng olursunuz. Allahı lağ edirsiniz, Uca Rəbbimizi. Quranı lağ edirsiniz. Günəş üfüqdən bərdə baxır, bəriyə baxır. Həmin 10 mindən çox, baxın biri bulağın, biri budur misal üçün. Suların biri bulaqlar, yerdən isti bulaqlar, qaynlar bulaqlardır günəş. Burada nə deyir? İsti bulaqlar, Quranı lağ eləyənlər. Refraksiya. Günəş dənizə gedib batdı. Gəlin indi elimizin qabağında elm göstərək sizə Allahın köməyi ilə. Baxın, bu elm sizdədir, yoxsa bu Qurandadır elm. İndi əziz izləyicilər, Quranda ayə var ki, Allah Teala bildirir ki, Zülqərneyn haqqında Hətta idə bələğə məğribə şəmsi vəcədəhə təğrubu fi aynin həmiyyətin və vəcədə indəhə qavmən. Nəhayət günəşin batdığı yerə çatanda onu palçıqlı bir çeşmədə burada yazılıb. Yəni bir mənası palçıqlı başqa qiraətdən bu Qurandakı ilə isti suya, isti bulağa, isti çeşməyə batdığını gördü. Batdığı gördü. O çeşmənin yanında Allah tanımayan kafir bir tayfa da gördü. İçində də vəcədə deyir. Vəcədə burada tapdı, burada gördü mənası verir. Birincisi, Quran-ı Kərimdə günəş palçığa, suya, çeşməyə, bulağa batır deyə ayə yoxdur. Orada deyir ki, gördü. Kim gördü? Onu elə gəldi, onu elə göründü. İndi maraqlı elm araşdırma, NASA'dan bu mövzuyla bağlı araşdırmalar qoyacağım bura. Keçən dəfə bir ikisini danışdıq. Mən istəyirəm ki, hər dəfə mövzu açanda o mövzu ilə bağlı danışaq. İndi bir dənə təzə bir sual verəcəksiniz. Mən məcburəm onu danışam, istəmirəm elə olsun. Ona görə hər gün mövzu ilə bağlı istəyirəm olsun, sonra da sonda suallar verərsiniz. Baxın, birinci günəşin dənizə batması, biri budur, misal üçün. İnsana dəfələn demişəm, bu sadə cavabdır, başqa elmi cavab verəcəm. Bu sadə cavab olur ki, bizdə də bilirik ki, günəş dağın dalında batır, günəş dənizdə batır, günəş dənizdən çıxır, bizə elə görünür. Bax, biri də bu, misal üçün. Günəş dənizə gedib batdı. Elə bilir ki, dənizə batır. Misal üçün, bir məna bu. Keçək əsas mövzuya. Məlumdur ki, isti bulaqlar çox ölkələrdə var. Bax, Quranda deyir ki, fi ayni həmi və vəcədəhə təğrubu fi ayni həmiyyətin. Gördü ki, Zülqərneyn, Allah da demir günəş batır. Zülqərneyn gördü ki, günəş isti çeşməyə batır. Bu isti çeşmələr bizdə Azərbaycanda da var, Kəlbəcərdə də var, digər rayonlarımızda da var. Və sizə nə deyim? Həmçinin ABŞ-da Sarıdaş, Yellowstone var. Milli parkında, orada milli parkdır. Baxın, 10 mindən çox isti bulağı var. Geotermal hovuz yerləşir orada. 10 mindən çox isti bulaq. Yellowstone'dur, Sarıdaş milli parkında, ABŞ-dadır. Bu isti bulaqlarda günəşə müəyyən bucaqdan baxdıqda o müşahidəçiyə sanki həmin bulağın içində batırmış kimi görünür. Həmin 10 mindən çox, baxın biri bulağın biri budur misal üçün. Suların biri bulaqlar, yerdən isti bulaqlar, qaynlar bulaqlardır, günəş batımı. İndi başqa elmi mövzu gələcəm, diqqətlə qulaq asın. Misal üçün. Bax, həmin isti bulaqlardan biri budur misal üçün. İsti bulaqlardan biri budur. O ateistlər ki var, lağ eləyirlər ha. Hər nə deyirlər elmi əksdir. Hamısının Allahın izni ilə cavabları var. Doğru elmi cavablar. Bir var deyək ki, cavab verirsən kimsə qane olmaz. Elmi doğru cavabları. İndi baxın. Həmin bura insana gəlib ABŞ Milli Park Xidmətinin rəsmi internet saytında nə deyilir? Deyilir ki, Yellowstone'da fotoqrafiya. Baxın, gəlirlər ora, günəşi çəkirlər. Baxın. ABŞ Milli Parkının saytıdır. Yəni demirəm bu park olub, bu su olub. Amma yer üzündə belə bulaqları var. Ola bilər gəmi ilə gedib Zülqərneyn, gedib ora çıxıb. Çünki orada deyir ki, məşriq, məğrib, gün batan tərəf çıxıb. Və s. Yəni deməz yer üzündə belə bulaqlar var, günəş elə bir ki, ora batır. Hələ bu sadə cavab idi, keçici elmi cavaba. Və həmçinin başqa yenə var ki, Yellowstone Milli Parkındakı böyük prizmatik isti bulağın gün batımı zamanı çəkilmiş görüntüsü. Bu həmin Amerikan saytlarıdır. Baxın, isti bulaqlar tüstüləyir və gün batımları. Sonra. İndi gəldim əsas mövzuya, əziz izləyicilər. Dinləyin, bu çox mühüm mövzudur. Deyirlər ki, burada səhv var. Sizə bir video göstərəcəm, həqiqi videodur. Orada günəş həqiqətən də üfüqdən bərdə batır. Görün, nə maraqlı, sonra açıqlamasını verəcəm NASA ilə. That's the weirdest sunset ever. I've never seen it do that. It's just sitting in the water. It's just sitting in the water. Are you kidding me? Are you kidding me? Günəş üfüqdən bərdə batır. Bəriyə It looks fake. It looks fake. Closer to it. The weather's really dry. It looks like it. Günəş batdı. Qorxan bizdən videomdan. That's so weird. That's so Günəş weird. üfüqdən bərdə batdı. Bunu NASA'nın saytına açıqlama verirəm. İnsana günəş görünə bilər ki, batır bulağa üfüqdən bərdə hətta. Bu video kimi. Baxın, NASA öz saytında nə deyir? Bu NASA'nın saytıdır, baxın.
Burada nə deyir? İsti bulaqlar, Quranı lağ eləyənlər. Refraksiya. Refraksiya nədir? Elektromaqnit dalğalarının, həmin işıq, günəş var, işıq var, o da elə dalğaların dalğanın bir hissəsidir. Refraksiya elektromaqnit dalğalarının bir şəffaf mühitdən, havadan, digər şəffaf mühitə, suya keçərkən istiqamətinin dəyişməsi, yəni əyilməsi və ya sınmasıdır. Refraksiya, bu da refraksiya, sınması, indi qulaq asın. Misal deyirəm, məsələn, günəşdən gələn işıq kosmosdan yer atmosferinə daxil olduqda, atmosferin müxtəlif sıxlıqlı qatlarından keçdiyi üçün istiqaməti bir qədər əyilir. Məhz buna görə günəş üfüqdə həqiqi yerindən biraz fərqli görünür. Baxın, təsəvvür edin ki, Allah Teala bilir ki, hansı yerdə əyilən var, günəş əyili yerlər var. Bax, bu video kimi. Orada gəlir ki, Zülqərneyn gördü ki, günəş isti bulağa batır. Zülqərneyn gördü, Allah Teala demir. Necə Allah Teala deyir? Bu günəşdən xəbər verir uca Allah. Nələr deyir? Aydan, kosmosdan, galaktikadan xəbər verir. Düz çıxır. Onun deyən uca Rəbbimiz günəş gəlib suya batır deyə bilərmi bəyəm? Bu nə qədər ağılsızlıqdır ki, bunu yəni o kəslər ki, irad bildirirlər Qurana. Hə. Həmçinin NASA gör nə deyir? Bax, dediyini dəli gətirərək, bir dənə buna baxın, rəhmət olmasa. Baxın, bu hamımız görmüşük. Suya qələm qoyanda gör necə baş verir. Baxın, əzizləyicilər. Gör necə sınır. Baxın, suya qələm qoyanda görün, iki şəffaf. Baxın, bu belə. Gör NASA burada nə deyir? NASA deyir ki, hədiyyələr çoxsun, Allah razı olsun, atıb əziz çəkməyin, amma belə dəstək istəyirsiniz, bəyənin, xahiş edirəm ki, qoy izləyicilərin faydalansın. Hava, baxın, NASA deyir öz saytında. Bu qələmi çəkən NASA'dır. Hava və su işığı fərqli dərəcədə sındırdığı üçün, hava və su işığı fərqli dərəcədə sındırdığı üçün bu qələm hava ilə suyun sərhədində sanki qırılıbmış kimi görünür. Baxdınız, həmin bu nə deməli? Refraksiya, elektromaqnit dalğalarının və s. dedimsə, işığın gələrək bir şəffafdan digər şəffafa keçəndə sınır, əyilir. Və hətta video göstərim ki, elə bil ki, bərdə batır. Bizə elə görünür, gözə elə görünür. Özü bu videonu çəkəndən yaxında durmuşlar idi. Yaxında durmuşlar. Hamısı deyir ki, oh my god. Hamısı deyir ki, bax deyir ona bax, günəşə bax deyir. Suya batır. Nəyə batır? Yəni budur. İsti bulaq mövzusu. Bundan sonra susun. Anlayın ki, uşaq heç bunu dəl gətirmir. Siz uca Rəbbimizin kitabından deyirsiniz ki, Quranda səhv var. Quran deyir ki, günəş isti palçığa batır. Günəş suya batır. Əgər o ateistlər var, dili çıxan ateistlər var, pələngə dönən ateistlər varsa, bunu irad bildirən hünəri varsa, qalxsın desin ki, hə, bir də mən idim, indi qəbul elədim ki, elə deyil. Heç olmasa insanlıq bildirsin ki, bəli, mən səhv bilmişəm, doğrudan da budur. Araşdırmanı onu göndərə bilərik. Burada NASA'dan gətirmişəm mən. Burada videolar göstərdim. Heç bunlar sınması olmasın belə. Yenə deyirəm, biz deyirik ki, günəş dağın dağına batır, günəş suya batır, günəş sudan çıxır. Bunu adi bir şeydir. Hətta başqa mövzular var, mən göstərirəm sizə, onda da ehtiyac yoxdur, bu qədər bəsdir. Bu ölçün ateist varsa, qalxsın, yazsın bura, qaldıraq, bu mövzudan bağlı. Sonra keçirəm Cəlal Şengörün məsələlərinə. Keçəcəm o mövzuya, o da çox mühüm mövzudur, izləyərsin inşallah. Ateist varsa yazsın qaldıraq, yazsın bu dəqiqə qaldıraq, buyursun. Başa düşməyəm, bunlar elm qabağında belə çəkinərsiniz, bəli. Uca Rəbbimizin kəlamın qabağında. Özünüz tək canlılarınızda şir, pələng olursunuz. Allahı lağ edirsiniz, uca Rəbbimizi. Quranı lağ edirsiniz. Amma indi burada elmdən gelir söhbət. Əgər xurafat danışsaydım, bəli, başqa elm.